arkadaşlar. Kanalıma ve videoma hoş geldiniz. Bugün sizlerle birlikte bir günlük vlog videosu çekeceğim. Ve dostum ben burada çantalarım, eşyalarım var. Neye? Çünkü biz yakında Kusara gedəcəyik. Yakında dedik ki bugün ayın 22'si. Biz de ayın necə deyim, iyulun 22'si. 22 deyirəm. İkisi gedəcəyik Kusara. Ne bileyim, indi mən əşyalarımı gətirmişəm. Bu arada 2 saat yol olacaq. Mən paltarlarımı bura baxın dizmişəm belə. Paltarlarımı dizmişəm. Deyəsən biraz azdır. Baxın, az oxşuyur biraz. Amma bilmirəm. Burada da çantalarımız var. Baxın çantalarımız. Burada da bir tane çanta var. Deyəsən bunlar Ayxanın paltarlardı. Böyle Ayxanın paltarlardı. Bakın. Bu da Ayxan paltarlardı. Ama anam Ayxanı çox götürürsün deyəsən. Yo, mənlə eyni saydadır. Neyse. İndi isə onları çantaya yığıb gələcəm. Dostlar, onun kimi sizə nə şeylər gətirmişəm, nə paltarları gətirmişəm, onları göstərəcəm. İndi dostlar, baxın, belə bir şortikimiz var. Bu birinci şortikimiz. Daha sonra burada bir tane köynəyimiz var. Belə. Mən xəst bulduğum üçün ben burada belə göstərim. Baxın. Baxın, belə bir uzun qol köynək. Çünki mən xəstəyəm. Yani bunu evin içində ya da çöldə giyinə bilərəm. Bu bir. Daha sonra bunu sizə indi göstərdim, daha aydın göstərir. Baxın, belə bir şort var. Daha sonra pijama yadımdan çıxırdı. Sonunda yadıma gəldi. Yoxsa pijamasız oraya gedəcəkdi. Bu pijamanın şalvarını tapa bilmədim. Amma şalvarını taparım. Hələ çox var onun üstündə. Pijamanın şeydi, köynəydi. Daha sonra belə bir kısa qol köynək. Baxın belə. Bu arada bu şəmsin idi. Baxın belə, bu şəmsin idi, mərvifdi. İndi bunu da belə qatlayıb qoyaq. Daha sonra ikinci köynəyimiz. Bu da uzun qol köynəkdir. Belə. Bunu bu arada giyməmişdim. İlk dəfə giyinəcəm Kusarda. Bunu da belə qoyaq. Daha sonra dərs dənə kombinim var. Bu kombinin şalvardır. Bu kombinin şalvarı var. Belə sizə tam göstərsəm belə. Bu şalvarıdır. Kombinin şalvarı. Daha sonra bu kombinin şeydi. Köynəkdir. Baxın, zamoxludur üstə. Baxın, papaqda var. Belə, əslində bu isti havada nəyə ihtiyac var buna bilmirəm. Amma anam alıbdı ki, Kusarda getməyə üçündə. Neyse, bu belə idi. İndi sizə biraz çox gətirim, dəqiq başı ora gedib gəlirəm mən. Daha sonra burada belə bir qısa qol köynək. Bunu bu arada çox bəyəndim. Burada da belə qısa qol köynək belə. Gördüğünüz kimi biraz tez oldu. Tez oldu. Burada bunu tabii ki de gezmeye almadım. Yani çoktan vardı. Bu gezmeye gitmeye almadım. Sadece otelin içinde olanda. Bu birinci bir şalvar belə. Bu da beləydi. Burada hələ də var. Dedim onları da gətirim gəlin. Bəli. Burada da benim bir tane şortik var. Bunu burada çok bəyəndirəm. İndi bunu bura qoyaq. Daha sonra burada bir tane bir şey var. Bunu çəkə bilmirəm. Bunu necə göstərmişsə bilmirəm. Bunu gərək yüzü qoşasın. Ay, saçma yapışdı. Onu nasıl göstərməliyim? Baxın, bu belədir, belə şortikli. Çıx başımdan.
Baxın belə şort giydi. Neyse bir. Bunu da gəzməyə aldım. Son bir dənə. Burada da bir dənə belə şey var. Baxın belə bir unicorn don var. Bəli, bunlar da yığım. Daha sonra isə 2 saatlik yolda nə edəcəm? O çantamı hazırlayacağım. Dostlar, mən indi kompüterlə oynayıram. Bir də indi Paint-ə girib oynayacağım. Dostlar, indi biz otağımıza gəldik. İndi isə biz demişdim, səhərdən də demişdim ki, Qusarda 2 saat yol gedəcəyik. Onda nələr edəcəyik? Onun içində qoyacağım. Baxın, bu çantanın içində qoyacağım. Elə. Bu çantanın içində qoyacağım. Bir də baxın, belə bir şey var. Belə bir şey var. Baxın, içini açsın. Baxın, belədir içi. İndi bilmirəm bunun içinə nə qoyacağım, amma qoyacağım da bir şeylər qoyacağım. İndi isə bu çantanın içinə nə qoyayım? İndi onların hamısını qoyacağım. Gəl. Arxa mən otağımdan icazə ilə gəlmişəm. Gəl deyirsin, yol. Kameram burada hara qoyunu bildirəm. Ne? Bəli dostlar, ayağa mən orada qışqırtma eləyirdim. Bilmirəm, çox əsəbim pozulubdu. Bax, yenə qapını döyür, dayanır. Sonra da mən o video çəkirdim. Bax, bu videonu əmin olun ki, sizə 10.000 dəfə çəkdim mən bu videonu. Dostlar, mən fikirləşdim, baxın, belə qoymaq xərxim gəldi. Belə yersən, qəşəng başımı qatışdırar deyə düşündüm. Birincisi bunu. Ayxan orada şey. İndi mən birazdan o qışqırtma eləyəcəm, görər o. Mən qışqırtma eləmək neymiş, görər. Dostlar, bir də bunu qoydum, baxın. Belə bir şey deyən D, baxın, burasında D yazır. Burasında da C yazır da. Burasında da C yazır. İndi mən sözüm Ayxan düşdü. Mən Ayxan deyirəm. İndi bunu sıradırıq. Baxaq Ayxan nə deyəcək. Baxın, burada görsün. Sizə ən yaxın D gəldi. Ona görə də Ayxan D deyir. Yəni, bunu da qoyuram ki, orada bəlkə oynadıq da. Bunu da içinə qoyuram. Daha sonra baxacağım. Dostlar, mən deyəsən qışqırtma vaxtı gəldi. Və nə işdir bu? Mən şeydən çəkir, rəstəsən qışqırtma yiyəcəm. Siz də özünüz görsünüz. Ayxan, nə xarsan? Neyse dostlar, indi biz çöldə oyun oynayacağıq. Kameradan açığına kamera görsənirim. Gedib oyun oynayacağıq. Hadi onları da görərik. Qışqırtma başlıyor. Ayxan. Dostlar, burada anam yatır, onu gördüm, burada eləyəcəm. Ayxan, sən bir şey deyəcəm. Mama demişdik buna Ayxana demə. Oturaq burada danışmaq sənə. Otur, onu gördüm, burada eləyəcəm. Ayxan, sən bir şey deyəcəm. Mama demişdik buna Ayxana demə. Oturaq burada danışmaq sənə. Otur. Otur, bir yerdə oturaq. Deyim. Mama demişdi ki, sən oturaq danışaq. Bura, otur. Ayxan otur, bax, mama demişdi ki, şeyə demədi, Ayxan deməkdən sən danışar. Mən də səni sevmirəm, onu görə deyəcəm sənə. Deyirəm, bilirsən nədir? Əslində mama sən doğmuşdu, Ayxan. Sənin anan başqasıdır. Əslində sənin anan başqa birisidir, Ayxan. Ne dedi? Neyse dostlar, burada qışqırtma yaramır. Qışqırtma eləyirsən, qışqırtma olmaqda. Əslində mən sən qışqırtma eləyirdim. Amma qışqırtma olmadı. Dostlar, mən Ayxanla qışqırtma eləsəm olmur. Özünü artist deyə tutur. Neyse dostlar, mən burada videonu sonlandırmaq istəyirəm. Əslində günlük vlog videosu olmadı. Sadəcə hazırlıq vlog oldu. Neyse dostlar, kanalıma abone olmayı, like atmayı unutmayın. Bye bye.